Türkmençay müqaviləsi 1826-cı ildə Azərbaycan torpaqları uğrunda 2-ci Rus-Qacar müharibəsi başlanmışdır. Müharibədə tezliklə üstünlüyü ələ alan Rus qüvvələri Qacar ordusunu sıxışdırmış və Güney Azərbaycana daxil olmuşdur. Ağır itkilər verərək sürətlə geri çəkilən Qacarlar sülh danışıqlarına başlamağa məcbur oldular. Yermalovun və Mejikovun Rusiya Xarici İşlər Nazirliyinə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlandı. Qriboyedov Qacar məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi ki, biz irəli gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin müstəqilliyini təmin edəcəyik. Danışıqlar zamanı təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yarandı və nəticədə yanvarın 7-sində danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları hücumu davam etdirərək yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbili işğal etdi. Vəziyyətin daha da çətinləşdiyini görən Qacar dövləti şərtləri qəbul etməyə məcbur oldu. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmençay kəndində müqavilə imzalandı. Müqaviləni Qacar dövlət tərəfindən Vəliəhd Şəhzadə Abbas Mirzə və Fətəli Şahın nümayəndəsi Allahyar xan Əsəd
çox yayılmışdır. Xalq şairi və Azərbaycan Azadlıq Hərəkatının rəhbərlərindən biri olan Xəlil Rza Ulutürk də Qarabağ müharibəsində şəhid olan və Azərbaycan Respublikasının milli qəhrəmanı olan oğluna Təbriz adı vermişdir. Bir gün bütöv Azərbaycanın yenidən qurulacağına inamımız sarsılmaz və əbədidir. Əzəli paytaxtımız Təbrizdə şanlı ordumuzun zəfər paradını izləyəcəyimiz günlər heç də uzaqda deyil. Bunun üçün tarixdən dərs almalı, xalqımız, vətənimiz, dövlətimiz ətrafında möhkəm birləşməli, güclü Azərbaycan üçün durmadan çalışmalıyıq. Orada bir yol var uzaqda. O yol bizim yolumuz.